Zəfər xəbərini eşidəcəydin sən, doğma Kəlbəcərə gedəcəydin sən, axı orada toy edəcəydin sən. Bəs niyə belə vaxtsız getdin ay daşqın? Atanın ürəyi kədərlə doldu, anan ilə bacın saçını yoldu, İki qardaşların gül kimi soldu, hamını pərişan etdin ay daşqın. Bəs niyə belə vaxtsız getdin ay daşqın? Şəhid olmağının xəbəri gəldi, yayılan şayədi hamı elə bildi. Şəhidlər cənnətdə açılan güldür, sən cənnət bağında bitdin ay daşqın. Bəs niyə belə vaxtsız getdin ay daşqın? Söylədin bir qıza sənədir sözüm, TikTokda videona sataşdı gözüm. Alınsın torpaqlar, səni alacam özüm. Deməklə özünü çox istətdin ay daşqın. Bəs niyə belə vaxtsız getdin ay daşqın? İlyas qələmi ilə qalıbdır aciz, çünki vəsf eyləmək səni çox qəliz. Sən özündən sonra qoydun elə iz, sanki yeri göyü titrətdin ay daşqın. Bəs niyə belə vaxtsız getdin ay daşqın? Bəs niyə belə vaxtsız getdin ay daşqın? Mən şəhid qardaşımız Şəfiyev daşqının timsalında Qarabağ uğrunda canından keçən bütün şəhid qardaşlarımızın ruhu qarşısında baş əyirəm. Biz sizi heç vaxt unutmarıq. Ruhunuz şad olsun. Bizim şəhid qardaşlarımız, ruhunuz şad olsun.